Mən sizə bir dənə zikir öyrədəcəm indi bugün. Hər kim bu zikri gün ərzində 100 dəfə desə, ondan sonra, zikirdən sonra sədəqə versin. İndi sədəqə vermək, ola bilər bir nəfərin 1 manata gücü çatır, bir nəfərin 5 manata gücü çatır, fərqi yoxdur, sədəqə versin. 100 dəfə bu zikri desin. Çox rahat bir dənə zikirdir. Görəcəksiniz ki, bu zikir sizin həyatınızda nə qədər müsbət mənada böyük bir dəyişkənlik yaradıb. Sizin həyatınızda dinamik bir dənə böyük bir inkişaf yaradacaq. Mənəvi tərəqqi, mənəvi alilik sizdə yaranacaq. O zikir çox rahat bir zikirdir. Zikir bundan ibarətdir. Əstəğfirullah, la ilahə illahu, vəhdəhu la şərikə ləh və ətubu ileyh. Tərcüməsi nə deməkdir? Tərcüməsi belədir. Allahdan bağışlanma istəyirəm. Ona görə ki, o yeganə Allahdır, heç bir şəriki yoxdur və tövbə eləyib, bağışlanmaqlıq istəyib ona tərəf qaydıram. Mütləq bunu 100 dəfə hər gün deyib, sonra sədəqə verən insan, onun mənəvi aliliyi, yüksəlişi artıq siz özünüz hiss edəcəksiniz.